Müştərilərimə 1000-50 min manat arası aylıq olaraq necə və hansı sistemlə qazandırdığını sənə göstərəcəm. Sadəcə götür və tətbiq et. Təsəvvür et ki, bu gündən sonra 60 gün ərzində sən özünə tam halal şəkildə biznes qurursan və sıfırdan halal şəkildə pul qazanırsan. Yəni biznesin yoxdursa, tam sıfırdan SMM-i öyrənib aylıq olaraq 600-1500 manat arası qazanırsan. Əgər yox, xidmət satırsansa, artıq bu sistemi tətbiq edərək davamlı şəkildə müştərilər müraciət edəcək. Əgər sahibkarsansa, o zaman müştərilər sənin məhsulu hardan və necə ala bilərəm müraciət olaraq edəcəklər. Sənə 60 gün ərzində Oyan SMM sistemi ilə bunu özün necə edə biləcəksən, onu göstərəcəm. Ona görə də bu videonu mütləq şəkildə axıra kimi bax. Deyə bilərsən ki, bu oğlan axı niyə sən deyir? Çünki mənim bir məqsədim var. O da ki, sənə fayda verməkdir. O baxımdan müraciət formam səndir. Çünki mən təsəvvür edirəm ki, düz qabağımda sən oturmusan. Sən isə mənim yaxın bir dostum və mənim niyyətim sənə maksimum olaraq fayda verməkdir. Amma səndən bir xahişim var. Əgər sən halallığa sadiq bir insan deyilsənsə və özünə indi 20 dəqiqə, 30 dəqiqə vaxt ayıra bilmirsənsə, ümumiyyətlə bu videonu söndür və get rahat öz işlərini gör. Amma yox, 60 gün ərzində real olaraq öz nəticəvi görmək istəyirsənsə və bunun üçün hər gün ən azı 1 saat vaxt ayıra bilərsənsə, o zaman mütləq şəkildə bu videoya bax və dediklərimi sadəcə təkrar et. Gəl biraz tanış olaq. Mənim adım Şahlardır və mən artıq 5 ildən daha çoxdur marketinq və satış sistemi ilə məşğulam. Yəni ki, sadə dillə desək, müştərilərimə sosial mediada sistem qururam və onlar artıq mənim ehtiyacım olmadan belə davamlı şəkildə pul qazanırlar. Nəticəyə gəldikdə isə mən özüm bu sistem ilə 35 mindən daha çox pul qazanmışam. Digər layihələrimi və işlərimi demirəm. Ondan sonra artıq qısa bir zamanda 500-dən daha çox tələbəm olubdur və ümumiyyətlə 25 milyondan daha çox izləməm gəlib və toplam şəkildə hal-hazırda 150 min izləyicim var. Fərqli sosial medialarda Telegram, YouTube, Instagram, TikTok və s. Və mənə məxsus olan Oyan SMM sistemi ilə mənim tələbələrim ortalama olaraq 1 milyon 500 min manat dövriyyəsi olubdur. Və təxmini olaraq bir tələbənin qazancı 1000-2000 arası dəyişir. Əgər bu insan sıfırdan olaraq sosial medianı öyrənir və artıq öz işini qurursa. Əgər yox, bu orta təbəqəli bir sahibkardırsa, onun nəticələri 5000-10000 manat arasıdır. Əgər yox, bu tələbəm sahibkardır, ən azı 5 ildən daha çox sahibkarlıqla məşğuldursa, onun qazancı hardasa 10-20 min arasıdır. Amma elə şirkətlər var ki, 50-100 min arasıdır. Sadəcə o şirkətlər artıq 10 ildən daha çoxdur ki, bu işlə məşğuldur. Və mən düşünürəm ki, burada olan insanların əksəriyyəti ya sıfırdan başlayır, ya da ki, kiçik bir biznesləri var. Düşünmürəm ki, bu videonu izləyən şəxslər dövrəsi olaraq aylıq 10 mindən daha çoxdur. Əgər daha çoxdursa, əksinə mənə yazın, mən sizdən dərs alım. Tam səmimi deyirəm. Əgər yox, 100 min manat dövrə yoxdursa, o zaman bu videonu tam şəkildə baxıb tətbiq etməyi çox tövsiyə edirəm inşallah. Və bu videoda həmin tələbələr bu nəticəni necə əldə ediblər, addım-addım sənə şəffaf şəkildə göstərəcəm. Bu videonun əsas 2 məqsədi var. Birinci məqsəd, əgər insan sahibkardırsa, bu işi sistemləşdirməkdir və bu işlə ona yardımcı olmaqdır. İkinci məqsəd isə əgər insan heç nə bilmirsə və düşünür ki, okey, mən onlayn şəkildə əsasən halal şəkildə pul necə qazana bilərəm, həmin insanlara kömək etməkdir. İndi isə qısa olaraq mənim tələbələrim hansı nəticələri əldə edibsə onu izah etmək istəyirəm. Çünki düşünürəm ki, bu izahatlar sənə yardımcı olacaq və sənin işini artacaq Allahın izni ilə. Və sən böyük ehtimalla orada özünü görəcəksən. Və ən azı deyəcəksən ki, okey, əgər bu insan bacardısa, niyə görə də mən də bacarmayım? Məsəl üçün, birinci tələbəm Honibi səhifəsinin adminidir. Yəni onun əsl adı Samir Əliyev. O insana biz sıfırdan səhifə açdıq və ilk öncə satışları yox idi və kamera qarşısında danışmaq utanırdı sadəcə. Və mən onu video çəkəndə deyirdi ki, yox, çəkmə, utanıram, falan görər, qonşum görər, qohum görər və s. Amma indi həmd olsun, çox gözəl nəticəsi var. Qısa olaraq biz ona hansı nəticələri vermişik? Tam 0 manat reklam büdcəsi ilə 15 milyondan daha çox baxış, 60 mindən daha çox izləyici və qazanc baxımından isə 50 min manatdan daha çox satış etmişik. Məncə bu pis nəticə deyil. Bəziləri görə isə bu əla bir nəticədir. Çünki düşünün, siz bal işi ilə məşğulsunuz və balı insanlar adətən kimdənsə alır və kimlərəsə məsləhət görür və
açığı deyək, sən balı və yaxud evdəkilər və yaxud qonşular və yaxud yaxınlar balı kimdən alır? Adətən tanıdığı və güvəndiyi birindən. Amma biz elə etdik ki, tanınmadığı insandan alsın. Sosial media üzrə. Əgər biz bunu bacardıqsa, sənin məhsulunu düşünən ki, satışda daha rahatdır. Ona görə bu video axıra kimi bax və mənim dediklərimi sadəcə tətbiq et. İkinci case İsa Zərbəliyev. Yəni o insan xarici təhsillə məşğuldur. Biz onunla 2023-cü ildə Sovet görüşdük. Mənə ödəniş etdi, saydıq. Sən mənim səhvimi qaldır. Və mən ona mentor oldum. Mənə 3000 manat ödəniş etdi və mən ona mentorluq etdim. Həmin insan SMM-dən, marketinqdən başa çıxmırdı. Sıfır idi. Səhifəsi də sıfır idi. Yəni səhifəsini inşallah yəqin burada təqdim edəcəm hamısını. Özünüz buna şahid olasınız. Və biz nə etdik? Və biz SMM oyan sistemi ilə hansı nəticələrini əldə etdik? Burada qeyd etmişəm ki, tam sıfırdan 30.000 izləyici toplandı. Telegramda, YouTube, TikTok və Instagram üzrə. 10 milyondan daha çox baxış oldu və təxmini olaraq 30-40 min manat arası satışı oldu. Üçüncü case, bir akademi Xırdalanda yerləşən təhsil yeri. Orada biz nə etdik? Rəhbərlə görüşdük, həmişə kimi pulu hesabladı, mənə ötürdü və dedi ki, buranı qaldırmaq lazımdır. Və mən həmin sisteminə qısa bir zamanda Allahın izni ilə onlara nəticə verdik. Hansı nəticə? Bir ay yarıma 100.000-dən daha çox şagird. Toplam olaraq 500.000 baxış oldu. Baxışlar azdır. Toplam olaraq 3.000 izləyici oldu. Dövriyyə isə dediyim kimi 100.000 manat. Niyə görə? Çünki biz bu sistemin əsasən satış yönümlü işləyirdik deyə bu nəticələri əldə etdik. Yəni sözümün canı nədir? Bəziləri düşünür ki, yaxşı pul qazanmaq üçün yaşa izləyici olmalıdır. Yaxşı pul qazanmaq üçün sənin məşğul olmasın. Yaxşı pul qazanmaq üçün sənin nə bilim milyonlarla izləyici olmadı, milyonlarla baxış olmadı. Amma bu sadəcə yalandır. Əgər doğru şəkildə, fokuslu şəkildə satış yönümlü kontentlər edərsən və marketingi satış yönümlü edərsənsə, vallahi billahi sənə milyonlarla izləyici, milyonlarla baxış lazım deyil. Düşünün, bunların baxışı tələbələrim arasında ən az olan baxışlardan biridir. Amma qazanc olaraq ən çox qazanc bundadır. Həm də ki, onların biznesi çox aktual və gəlirli bir biznesdir bu arada. İnşallah nəsib olsa gələcəkdə mən də bir biznes özümə açmaq istəyərdim. Ondan sonra Microsoft müəllimi. Biz onunla səhv etmirəmsə 2023-də idi, səhv etmirəmsə 2023-də Gənclik Mallda görüşmüşdük və orada mənə dedi ki, mən falan işlə məşğulam, mən Avropada yaşayırdım və s. Gəldim Azərbaycana və istəyirəm ki, öz işimi böyüdüm. Mən falan yerdə, indi o həmin şirkətin adını deməyəcəm, əmanətdir. Falan yerdə işləmişəm və onlardan pis dalaşmışam, aralanmışam və istəyirəm ki, onların prinsipinə bu işi görüm və bu işi böyüdüm. Həmişə kimi orada nağd yoxdur, orada mənim kartıma ödəniş etdi və biz işə başladıq. Çox vaxt ayırmadım, yəni 2 ay onunla işlədik. 2 ay ərzində bu metodologiyanı, bu oyan SMM sistemini ona tətbiq etdik və hansı nəticələr əldə etdik? Əsas məsələ odur. Biz onun üçün sıfırdan 10.000 izləyici topladıq, 500.000-dən daha çox baxış oldu və satış isə 30.000 manatdan daha çox oldu. Çünki dəqiq məlumatları bilmirəm, o vaxtdan çox vaxt keçib deyə yalançı olmaq istəmərəm. Ondan sonra isə Anar Sales. Yəni ki, Anar həm mənim müştərimdir, həm də ki, mənim dostumdur. Biz ona çox yox, yəni bir ay ərzində 2000 manatdan daha çox xeyrimiz oldu. Biz onun üçün satış yönümlü səhifəni qurduq və özü zaten satış üzrə mütəxəssisi deyə ona müştərilərə satış etmək daha rahat idi. Amma bir nüans vardır. Nüans nədən ibarətdir? Anar dostum rus dillidir və Azərbaycan dilində kontent çəkmir. O baxımdan bizə rus dilli Azərbaycanlılar lazım idi. Və özünüz bildiyiniz kimi, insanlar çox deyil. Yəni bazarın deyək ki 10%-dir. Amma əgər bu Azərbaycan dillilərə fokuslansaydı və kontenti Azərbaycan dilində çəksəydi, böyük ehtimalla 5000-6000 xeyrimiz olardı. Amma əlhamdülillah hər şeydə bir xeyir var. Və biz bir aya 2000 manat xeyrimiz götürdük və toplam olaraq 100.000-dən daha çox baxış oldu. Və izləyici olaraq səhv etmirəmsə 500-600 yeni izləyici oldu. Yəni sözümün canı yenə nədir? Demək istəyirəm ki, sizə çox baxışlar lazım deyil, sizə çox izləyicilər, babat reklam büdcəsi lazım deyil. Sadəcə doğru şəkildə sistem lazımdır. Çox vaxtınızı almaq istəmirəm. Yəni əgər кейslər haqqında danışsam, gərək saxtarla o haqda, bu haqda danışıram və yəni ki, deyim ki, mən kurtoyam, mən gözələm, mən ağıllıyam, siz mənim kimi deyilsiniz, gəlin mənim yanıma. Elə bir düşüncəni formalaşdırmaq istəmərəm. Amma bir кейsdə danışım və bununla кейs haqqında bitirəcəm. Mahmud mənim həm dostum, həm də ki, müştərimdir. Adətən belə deyək, mənim müştərilərim sonra da mənim dostlarım olur.
tam səmimi deyim. O baxımdan biz onun üçün nə etdik? Həmin dostum Mahmud ingilis dili müəllimidir. Əskərdən təzə qayıdıb. Əvvəl yaxşı işləyirdi. İndi isə müştəri yoxdur. Əskərdən təzə gəlibdir və hardan müştərini əldə edəcəyini bilmirdi. Yəni biz onunla görüşdük. Məndən 2500 manatlıq dəyərində olan bir mentorluq aldı. 3 manat beh atdı mənə və biz işə başladıq. Çox olmadı açığı. Bir ay çəkdi bizim işimiz. Çünki mənə ehtiyac olmadı sonra. Elə deyək. Çünki adətən mən müştərilərlə işləyəndə onlarla bir ay 2 ay işləyirəm. Nəyə görə? Çünki artıq həm də olsun nəticə verəndən sonra artıq mənə ehtiyacları qalmır. Yəni özləri edirlər. Belə. Bir tərəfdən pis olaram ki, buradan daha çox xeyir əldə edə bilərəm, amma bir tərəfdən də əlhəmdülillah. Yəni məndən insan asılı deyil. Yəni bunu da mən çox sevinirəm. Nəysə, biz onun bu yol ilə, dediyim metodologiya ilə səhifəni qurduq. Açıq deyim, 4-5 dənə önə çıxanları oldu. Hardasa 8-9-dan paylaşım oldu. Bununla bitdi. Bir dənə cəmi videonu mən onun üçün çəkdim. Əlhəmdülillah video olub, bəlkə də 200-300 mindən daha çox izlənmə oldu. Sırf reklam yönümlü və satış yönümlü video idi. 400 manat yatırma olundu və xeyir olaraq hardasa 3000 manat xeyri oldu. Ondan sonra isə indi də işləyir. İndi artıq dillər az kursunda baş müəllimdir. Artıq öz brendi var. Artıq müəllimlərə və tələbələrə dərs deyir. Ondan sonra, o videodan sonra və əməliyyatdaşlıqdan sonra o insan evləndi və əlhamdülillah özündən başında aldı. Allah bərəkət versin, xeyirli etsin. Bununla кейslərini bitirirəm. İndi isə keçək əsas məsələyə. Yəni bunu siz necə edə bilərsiniz? Bunun haqqında danışmaq istəyərdim. Amma bir şey deyim. Bu video sənin üçün deyil. Əgər haram işlərlə məşğulsansa, alkoqol, açıq-saçıq xanımla, nə bilim, riba, yəni faizlə pul verirsənsə, sonra klub varsa, restoranda içki varsa və s. Əgər elə insanlardansansa, bu video sənin üçün deyil. Və mən sənə açığı deyəm, fayda vermək istəmirəm. Ona görə də rahat, səbirli şəkildə yolumuzu ayıraq. İkinci məsələ. Əgər sənin gün ərzində 1 saatın vaxtın yoxdursa, tam səmimi və sadə dillə deyəcəm. Bu işinin və bu videonun başını burax. Çünki istəmirəm ki, mənə görə vaxtını itirəsən. Və üçüncü, əgər sən möcüzə gözləyirsənsə, burada möcüzə yoxdur. Sadəcə quru və faydalı məlumat. Bir sistem. Əgər yox, mən bunu belə edəcəm, oba, məni izləyicim gələcək, mən bunu belə edəcəm, mənim saçlarım artacaq. Ancaq sistem. Amma sual yaranır. Okey, bu olmaz. Bəs bu videonu kimlər izləyə bilər? Bu videonu birinci, halal şəkildə pul qazanmaq insanlar üçündür. İkinci, onlayn şəkildə satış edirsən, amma satışların kifayət deyil. Yəni ki, zəifdir belə deyək. Üçüncü, reklam edirsən, amma reklamın effekti yoxdur. Dördüncü, nə çəkdiyini və nə paylaşdığını bilmirsən. Beşinci, yeni başlamısan və müştəri hardan gələcək, mən ona nətər satış edəcəm, bu haqda bir məlumatın yoxdur. Amma məlumat almaq istəyirsən. Əgər bu 5 faktorlardan biri səndə varsa, o zaman bu video sənin üçündür. Tam səmimi bir şey deyəcəm. Mən özüm bu yola başlayanda özümü çox axmaq kimi hiss edirdim. Mən bilmirdim, mən hardan başlayım, mən necə edim. Sonra okey, pulsuz YouTube var. YouTube'a daxil olurdum. Mütəxəssislərə baxırdım. Bu deyirdi ki, belə et. O deyirdi ki, belə et. Və mən anlamırdım ki, mən ümumiyyətlə nədən başlamalıyam. Və mən ardıcıl olaraq nə etməliyəm. Bunu anlamırdım və özümü biraz üzürsün, tupoy kimi hiss edirdim. Axmaq kimi hiss edirdim. Tam səmimi. Və ona görə düşündüm ki, mən elə bir video çəkim ki, insanlar anlasın ki, onlar addım-addım nə etməlidir. Bu qədər bəsit. Ona görə də bir neçə il araşdırmadan sonra mən özümə uyğun bir sistem açdım. Və həmin sistemi qurduqdan sonra mən sanki oyandım ki, mənim sanki gözlərim açıldı ki, wow, belə şeylər var imiş. Və həmin sistemi mən özümə və tələbələrə tətbiq edirəm. Və həmin sistemi mən Oyan SMM adlandırmışam. Çünki mən araşdırma etdikdən sonra dediyim kimi oyandım deyə və bunun da adını Oyan SMM qoydum. Və hər hərfin bir mənası var. Məsəl üçün O hərfi. O hərfin mənası orientdir. Yəni ki, biz kimlərlə danışırıq, biz necə danışırıq, sadə dillə desək, biz kimə satış edirik, bizim müştərimiz kimdir? Onu anladırıq və onu açıqlayırıq. Yield. Yəni ki, təklif. Biz kimlərə nəyi təklif edirik? Biz insanlara nəyi vəd edirik? Biz insanlara hansı nəticəni və hansı vaxtda, hansı müddətdə əldə edəcəyini deyirik. Yəni bizim insanlara etdiyimiz təklif nədir? A. Activate. Yəni ki, content. Biz nə paylaşırıq və nə üçün paylaşırıq bunu? Bu Reels, Stories, Post, Karusel və digər şeylər ola bilər. Yəni bizim aktivimiz bizə və müştərilər yanında güvən gətirən bir content. N. Nurture. Sadə dillə desək, reklam və müştəri yolu. Yəni bizim müştərimiz hardan gəlir və hardan çıxır? Yəni bunun müştəri yolu hardadır?
Sənin reklamı hardan görür? Ondan sonra nə edir? Sənə yazır, sənə takib atır, yorum yazır və o bloka atır. Yəni müştərinin yoludur. Və bəziləri deyə bilər ki, okey, biraz çətindir, amma ümumiyyətlə SMM nə deməkdir? SMM sosial media marketinq. Amma sadə dillə desək, bir insanın və ya bir brendin sosial media üzrə tanıtmaqdır, məşhur etməkdir, güvəni qazandırmaqdır və onun sayəsində pul qazanmaqdır. Bu qədər bəsit. Yəni SMM ona deyilir. SMM2 isə həmin yolu, həmin xidməti göstərən insanlardır. Belə. Yəni əgər bir insan sənin və yaxud sən kiməsə sosial mediada necə qazancını artıra bilər, necə brendinin satışlarını artıra bilər və bu yolu göstərirsənsə, insanlara izah edirsənsə və yaxud tətbiq edirsənsə, o zaman sən SMM2-sən. Və burada əlavə suallar yaranır. SMM2 nə qədər qazana bilər? Çünki elə insan var ki, bu videoya baxır və düşünür ki, tak, biznes yaxşı şeydir, amma mənim pulum yoxdur, mən məsələn qazanmaq istəyirəm və necə edim? SMM2 ortalama olaraq Azərbaycan bazarında 600, təxmini 1500 manat arası qazanır. Daha çox ola bilər, amma çox nadir haldır. Daha azdırsa, böyük ehtimalla bu çox zəif bir SMM2-dir. Ortalama olaraq 600-1500 manat arasıdır. Amma yox, insan deyə bilər ki, SMM zor, SMM xaraşo, əladır. Amma mən sahibkaram, mənim biznesim var. Onda sənin əsas iki yolun var. Birinci, əgər sən kiçik sahibkarsansa və sənin dövriyyən deyək ki, yəni heç 10.000 manat deyilsə, yaxşı olardı ki, SMM-i özün öyrənib və öz biznesi və tətbiq edəsən. Əgər yox, dövrən yaxşıdır və yaxud vaxtın yoxdur, o zaman normal, adekvat bir SMM2 tutursan və o sənin işini görür. Amma bir nüans var. Gərək sənin də SMM haqqında təməl olaraq biliyin olsun. Ona görə də bu videonu axıra kimi izləməyi xahiş edirəm. Əgər təməl olaraq biliyin olmasa, o zaman insanlar səni aldadacaq. Və sən deyəcəksən ki, ayda bu SMM2 pisdir, bu SMM2 aldadır, bu SMM2 falandır, belədir, besməkandır. Ona görə də sən bu metodologiyanı özün bilməlisən ki, insan sənə gəldikdə onu doğru şəkildə yoxlaya biləsən. Bəlkə bu səni aldadır və sənin pulun boş-boşuna getməsin. Yəni sadəcə bu işə 10, 15, 20 dəqiqə ayıraraq artıq sən minlərlə manat ekonom etmiş olursan. İndi isə sənə sadəcə 5 addım lazımdır. Bu 5 addımı edərək artıq öz işini böyüdə bilərsən. Biznesin varsa və yaxud yoxdursa. Birinci, hədəf auditoriyan kimdir və satdığın xidmət və yaxud məhsul nədir? Əgər sən sıfırdan işə başlayırsansa, yəni onlayn şəkildə pul qazanmaq istəyirsənsə, sən bunu SMM2 olaraq fikirləşirsən. Yəni bunu izah edib. Əgər yox sən sahibkarsansa və yaxud artıq xidmət satırsansa, yəni öz rolunda olursan. Tamam. İkinci addım, həmin məhsul və xidməti insanlara doğru şəkildə çatdırırsan. Fərqi yoxdur. Content, video, qoxumlar, tanışlar, WhatsApp-da status və s. fərqi yoxdur. Sadəcə doğru şəkildə çatdırırsan. Üçüncü məsələ, sənin və insanlar arasında güvənlik yaradırsan. Bu adətən content vasitəsilə olur. Video paylaşmaq ilə, content paylaşmaq ilə, stories paylaşmaq ilə, nə bilim yazı yazmaq ilə insanlara öz dəyərini çatdırmaq ilə. Dördüncü, satış etmək. Onun üçün satış bilikləri təməli olsa sənin üçün kifayətdir. Sözün açığı, Azərbaycanda satış edən insanlar çox azdır. Doğru satış edən insanlar çox azdır. Bəziləri mən falan yerdə satış meneceri işləmişəm. Mən falan yerdə, falan kassada kasser işləmişəm, falan şey işləmişəm. Amma bir şey deyim, onların satış haqqında bir biliyi yoxdur. Əgər sən bu işə 1 saat vaxt ayırsan, inan ki, sənin satışların ən azı 10%, 20% artacaq. Sadəcə satışın təməlini bilmək ilə. Və 5-ci addım, bu sistemi, yəni ki, bu işləyən sistemi doğru şəkildə optimizasiya edib və böyütmək. Və burada bir sual yaranır. Okey, bunları mən bildim. Bu 5 şeyi mən etməliyəm. Amma mən bunu necə edim? Mən hardan başlayım? Sual yaranır. Ona görə diqqətlə dinlə və axıra kimi izlə. Dediyim bu metod əsas 3 nəfər üçündür. Birinci, tam sıfırdan SMM-i öyrənib pul qazanmaq istəyən insanlar üçündür. İkincisi, xidməti var, amma xidmətinin satışını artırmaq istəyir. Və üçüncüsü, insan sahibkardır, məhsul satır və əlbəttə ki, məhsulun satışlarını artırmaq istəyir. Və mən sənə indi 60 gün ərzində nələr etməlisən, onu izah edim. Onun üçün ümid edirəm ki, dəftəri götürmüsən və qeydlər aparırsan. Əgər bu videonu dəftərsiz, bu videonu not etməklə baxırsansa, böyük ehtimalla heç nə edəsi deyilsən. Açığı deyim. Birinci, dediyimiz kimi, orient. Biz kimlərə satış edirik? Biz hədəf auditoriyanı analiz etməliyik. Sadəcə düşün. Mən kimlərə satıram və onlar nə istəyir məndən? Onların ehtiyacları nədir? Sadəcə onu anla və 4, 5, 6 sorğu et. Sən nə istəyirsən? Sən bunu məndən nə üçün alırsan? Və o nəyə görə almaq istəyirsən? Əgər yox, sıfırsansa, bilin yoxdursa, çox sadə bir şey deyəcəm. ChatGPT. Açıq mən özümdə ondan istifadə edirəm.
və onu açıq-açıq aydın izah edə bilərsən. Mən falan işlə məşğulam və anlamaq istəyirəm ki, mənim hədəf auditorum kimlərdir və onlar bunu nə üçün alır? Ondan sonra həmin satdığın məhsulu və xidmətin adını yazırsan, neçəyə satırsan və insanların bunun faydası nədir? Onun yanında qeyd edirsən. Artıq səhifəni aça bilərsən və bio yerini doldura bilərsən. Və bio bir suala cavab verməlidir. İnsan nəyə görə sənə müraciət etməlidir və yaxud nəyə görə səhifəni izləməlidir? O da nəyə əsasında çıxır? Hədəf auditoriyanın problemlərini, ağrılarını bilirsən deyə onu rahat şəkildə yaza bilərsən. Belə bəsit, çox sadə. Ondan sonra ikinci addım yield, yəni təklif offer. Biz insanlara nəyi təklif edirik? Neçəyə təklif edirik? Və nəticəsi nə olacaq? Onu anlayırıq. Şalvar satırsansa şalvarın xeyri nədir? İnsana nə bir rahatlıq verir və s. Misal üçün, indi açığı deyim, Allah Subhanahu taala riyadan və təkəbbürlükdən uzaq etsin. Məsələn, mənim əlimdə bir şalvar var və mən onu alanda deyirəm ki, qardaş, məsələn, mən namaz qılanda onun dizləri açılmasın və s. Bu mənim üçün önəmlidir. Və şalvar satan şəxs anlamalıdır ki, onun satdığı məhsul bu suala cavab verirmi yoxsa vermir? Və həmin şalvar nə dərəcədə keyfiyyətlidir belə. Yəni sən öz məhsulunu tanımalısan və insanlara nəyi təklif edirsən, onu anlamalısan. Və artıq nəyi təklif etdiyini bildikdən sonra insanlara 3 seçim ver. Birinci, minimal qiymət, orta qiymət və bahalı qiymət. Çünki sən insanlara bir seçim desən, böyük ehtimallı insanlar almayacaq. Əgər sən insanlara 3 seçim versən, böyük ehtimal insan qızıl ortanı alacaq. Yəni orta verdiyin seçimi. Amma necə edək ki, insanlar səndən ən bahalı məhsullar alsın və s. onu kursumda izah edirəm və bəzi məlumatları ödənişli şəkildə Instagramda paylaşıram. Gedib orada baxa bilərsən. Üçüncü addım proof, case, sübutlar, belə deyək. Satdığın məhsul və xidmət insanlara necə faydalı olduğunu, üzr istəyirəm, sözümə görə insanların gözünə soxmalısan. Tam açıq. Deməlisən ki, bu məhsul vasitəsilə insanlar belə nəticə əldə edir. Bu məhsul vasitəsilə və yaxud mənim Allahın zikri ilə bu vasitə ilə insanlar bunu əldə edir. Tam şəkildə, tam şəffaf, gözəl şəkildə ən azı 3 profu, 3 sübutu öz səhifəndə paylaşmalısan. Niyə görə edirik? İnsanların sənə güvəni artırması üçün. Çünki açığı deyək, sən bir müştərisən, düzdürmü? Məndən nəsə almaq istəyirsən, elə demir. Sən nəyə baxacaqsan? Nəyə baxacaqsan? Sən deyəcəksən ki, okey, uşaqlar yaxşı oğlandır, tərbiyəli, mədəni. Mən bunun əməldaşı görmək istəyirəm. Mən hardan baxa bilərəm ki, onun metodologiyası işləyir? Sən girəcəksən mənim səhifəmə, baxacaqsan orada. Həmin insanlara yazacaqsan ki, qardaş, bacı, uşaqlar səni işləyirdi, necə oğlandı, yaxşıdır, pisdir. Tam şəffaf şəkildə deyirəm. Sən böyük ehtimalla elə edəcəksən. Düzdürmü? Düzdür. Və onun üçün niyə görə özünə gəldikdə deyirsən ki, yox, rəy, zat, rəy nə edirəm, proof, sübutlar nə edirəm mən? Buna görə. Çünki rəy olmadan, proof olmadan böyük ehtimal insanlar səndən heç nə alsı deyil. Çünki indiki zamanda insanlar bir-birinə güvənmir və böyük ehtimalla bu getdikcə artacaq. Ona görə sənin əsas məqsədlərdən biri insanların güvənini qazanmaqdır. Dördüncü addım activate, yəni content. Biz nə edirik? Sadəcə hər kontentdən 3-3 çəkirik. Sənə indi baza olaraq ən azı 12 reels lazımdır. 12 reels ən azı. Sən kimsən? Sənin haqqında məlumat, rəylər haqqında məlumat, sənin insanlara verdiyin nəticə, sənin məhsul satdığın keyfiyyət, hardan ala bilərlər, yerin hardadır, onlayndır, offlayndır, dərslərin necə keçir, əyani və s. Yəni ən azı niyə səndən almalıdır? Case proofların, satışa aparan content və etirazlarını həll edən. Atırın, deyək ki, bu lampa, düzdürmü? Bu lampanın etirazı nə ola bilər? Hal-hazırda. Mən hal-hazırda studiyadayım. Mənim etirazım ola bilər ki, görəsən bu lampa mənim çəkilişimə mane ola bilər yoxsa yox. Ona görə də əgər sən lampa satırsansa, sən video çəkməlisən ki, ey əziz insan, bu lampa sənin işinə yarayır və sənə mane olmur. Çünki bu dekor kimi gedir. Okey, vso. Sualım bitdi, mən alacağam. Ona görə də hər satdığın məhsul xidməti insanların etirazını bağlamaq üçün sən paylaşım etməlisən. Fərqi yoxdur. Karusel, stories, reels, adi post fərqi yoxdur. Tamam. Ən azı səhifədə 12 post olmalıdır. Və bundan sonra 30 reels ideyasını qeyd eləməlisən ki, məqsəd qoyuram ki, bu videodan sonra mən 30 reels ideyalarını qeyd edirəm. Və gedib çəkməlisən. Gedib paylaşmalısan. Çünki sadəcə bu video baxsan, bunun bir faydası olmayacaq. Sən sadəcə vaxtı itirirsən. Bu qədər bəsit. 5-ci, nurture.
İnsanlarla əlaqə saxlamalısan. İnsanlar hardan gəldiyindən və hara gedəcəyini bilməlisən. Yəni bu insan mənim səhifəmə girir, profilə baxır, bioya baxır, linkə keçir, mənə yazır, videolarıma baxır. Yəni insanın addım-addım necə gəldiyini bilməlisən. Tam zərrəsinə qədər. Mən bunu bilirəm. Niyə görə? Mən bilirəm ki, böyük ehtimalla sən ya YouTube-da video axtarmısan, bu video qarşına çıxıb, 2 kimsə sənə atıb və yaxud 3 sən bu videonu mənim səhifəmdə görmüsən və bu videonu mən sənə atmışam və sən hal-hazırda bu videonu izləyirsən və böyük ehtimalla mənə qarşı güvənin artacaq və böyük ehtimalla 2 yolun olacaq bundan sonra. Ya bu dediyim metodologiyanı özün tətbiq edəcəksən, ya da ki, deyəcəksən ki, mən çox vaxt itirmək istəmirəm və gedim elə şaxlara müraciət edim və mənimlə əməkdaşlığa başlayacaqsan, hamısını bilməlisən. Necə ki, mən bilirəmsə, sən də bilməlisən. Əgər sən bunu bilsən, Allahın izni ilə sənin saçların, sənin qazancın qat-qat çox olacaq. Ondan sonra 6-cı nə etməlisən? Reklamlar. Sadəcə reklam xarakterli videolar çəkirsən. Ən azı 3 dənə normal 3, 4, 5 dənə video çəkirsən. Çox yox. Ümumilikdə onları reklam edirsən, gün ərzində $5 deyə reklam edirsən və baxırsan ki, hansı reklam daha effektivdir. Effektiv olan reklamları böyüdürsən, effektiv olan reklamları söndürürsən. 7-ci addım analitika. Sadəcə gedişatı qeyd edirsən. Neçə nəfər sənə yazdı, neçə kontent buraxdın, neçə nəfər satış etdin və bunu gündəlik olaraq edirsən. Bir həftə, 15 gün, 30 gün, 60 gün və hər dəfə daha yaxşı olmasını istəyirsən və zaten onun üzrə də çalışırsan. Və 8-ci addım cədvəl tutursan. Mən nə etməliyəm? 2 video paylaşmalıyam, 3 müştəriyə cavab verməliyəm, 1 ssenari yazmalıyam və s. Misal üçün deyirəm. Və o cədvəllə edirsən və ən axırıncı 9-cu mərhələ maştab. Sadəcə bunlar hamısını sistemə salırsan, optimallaşdırırsan və maştab edirsən. Yəni atıram, reklam büdcəsi $5 deyildi, edirsən $10. Bir video çəkmirdin, çalışırsan 2 video çəkəsən. Yəni hər şeyi böyüdürsən, sadə dillə desək. Və sual yaranır. Bəs mən bunları necə edim? Yəni mən nəyi bilməliyəm? Mən bu şeyi bilmirəm, bunu bilmirəm. Sənə şəxsən 5 bacarıq lazımdır. Əgər bu 5 bacarıq olsa, sən bunu rahatlıqla edə biləcəksən. Ya da ki, elə bir bacarığı olan insanı tapmalısan. Birinci, ümumi marketinq. Bu elmi öyrənməlisən. Təməl olaraq öyrənsən, sənin üçün tamamilə kifayət. İkinci, satış bilikləri, satış mərhələləri, satış ümumiyyətlə nə deməkdir, nə üçün edilir, hansı növ satışları var, aqressiv, ekoloji və s. Bu haqqında məlumat olmalıdır və bunu praktiki olaraq etməlisən. Ondan sonra üçüncü, çəkiliş və edit, yəni montaj. Təməl olaraq videonun çəkilişini bacarmalısan və onu montajını. Dördüncü, doğru şəkildə reklamları bacarmalısan. Meta üzrə reklamları sənin üçün tam kifayət. Mən demirəm AdS, analitik, YouTube reklamları və s. Çünki sənin üçün lazım deyil. Əgər sən kiçik bir sahibkarsansa, atıram sənin dövrən 20.000 deyilsə və o 20.000-dən yuxarı deyilsə və o sənin ümumiyyətlə dövrən yoxdur, sadəcə onlayn çəkimdə Instagram, TikTok, sosial media üzrə pul qazanmaq istəyirsənsə, buna ehtiyac yoxdur. Sənə effekt verən şeylərə üzərinə odaqlanmalısan. Ona görə sən özündə ayrıca qeyd elə. Bunu öyrənməliyəm və s. Tamam? Və artıq bu yolda olduğun zaman əlbəttə ki, sən Instagramdan, TikTokdan və digər platformalardan istifadə edirsən. Sən risklərə baxanda, videolara baxanda çoxları səndən deyəcək. Bir aya mütəxəssis SMM-çi ol. Bu səsi istifadə et və trendə düş. Və yaxud falan saatda videonu paylaş və keşfəti partlat. Və yaxud sadəcə reklama $5 vur və sənə 1 milyon insan yazsın. Hər insan, hər mesaj bir qəpikdən. Yəni açıq belə deyək, bunların əksəriyyəti yalandır. Və yaxud doğrudursa, səndə tətbiq etmək mümkün deyil. Amma sual yaranır. Bunlar axı nəyə bunu edirlər? Bunu niyə görə deyirlər? Əsas bir məqsədi var. Öz xidmətlərini sənə sırmaqdır, əgər elə demək olarsa. Sənə satış etməkdir. Sənə sehirli çubuq, baş ağrısını 1 dəqiqəyə kəsən dərman verməkdir. Sən buna inanasan və ondan sonra isə deyəsən ki, wow, super, mən səni istəyirəm. Amma nəticə almadığın sonra hər şeydən sönürsən və soyuyursan. Və əgər sən bu yolda addımlar atsan və həmin insanlara güvənsən, axırda nə olacaq? Birinci, kontent üçün kontent paylaşasan. Misal olaraq, mən bunu çəkdim, paylaşım, paylaş getsin də. Məqsəd nədir axı? Sən bunu nə üçün paylaşırsan? Bunun məqsədi nədir? Müştəri burada nə anlamalıdır? Məntiq 0.
yoxdur. Belə bir baş ağrıların olacaq sənin. Ondan sonra ikinci məsələ uğursuz, böyük ehtimalla uğursuz reklamlar qoyacaqsan və deyəcəksən ki, reklam işləmir. Bir dəfə mənim üçün yaxşıdır. Çünki mən reklam qoyuram və nəticə alıram və rəqabət azalır. Amma dediyim kimi, mən səninlə dost kimi yanaşacağam. Sənin sahəndə 95%, ümumiyyətlə bütün sahələrdə 95% target reklam işləyir. Sadəcə çoxları onu düzgün şəkildə verə bilmir. Və yaxud düzgün videolar, paylaşımlar, oferlər, təkliflər edə bilmir. Üçüncü addım, satış etmək əvəzinə sən insanlara konsultasiya edəsən. Yəni necə? Sənə deyəcəklər, salam, hər hansı xeyirli olsun. Falan şeyin qiyməti neçədir? Sən də deyəcəksən ki, salam, Osman. Və insanlar səndən anlayacaq. Çünki sən satış edə bilmirsən. Çünki sənə satışı öyrətmirlər. Başa düşdünmü? Və Azərbaycandakı olan indi bir çox, belə deyək, SMM, marketing kursların problemi biri odur ki, sənə satışı öyrətmir. Sənə müştəri gəlir, sənə müştəri yazır, keşfə düşürsən. Amma sənə əsas məqsəd nədir? Pul qazanmaqdır. Sən də evə çörə aparmaq istəyirsən, amma apara bilmirsən. Çünki satışı bilmirsən. Ona görə bayaq dedim ki, satış təməllərini öyrənməlisən. 5-ci, böyük ehtimalla sən reklamlara yatırım etməyəcəksən, investisiya etməyəcəksən. Niyə görə? Çünki səndə sahibkar düşüncəsi yoxdur. Çünki sən sadəcə bu video keşfə düşsün, keşfə düşür, pul var, ura. Amma video keşfə düşməyəndə işdən soyursan və düşünürsən ki, bəlkə bu mənlik deyil, bəlkə artıq tendensiya dəyişibdir. Çünki niyə görə? Səndə sistem yoxdur. Ona görə hamısı sistemli şəkildə olmalıdır. Və 6-cı mərhələ o özümdən bonusdur. Sən insanlar bəzi hallarda harama qaçır. Düşünür ki, orada qəşəng pul var, tez qazanacağam, pub açaram, falan şey açaram. Amma vallahi, billahi, tallahi onu deyə bilərəm ki, Allah Cəllə və Cəllə həmin o haramlığı böyük ehtimalla sənin burnuna gətirəcək. Bəli, bunu heç kəs deməyəcək sənə. Bunu heç kəs sənə, belə deyək, tam səmimi cavab verə bilməyəcək. Çünki çoxları özü də bunu bilmir. Mən açığı deyim, həm bu yolda olanları görmüşəm və kimin hansı nəticəyə gəldiyini mən görmüşəm. Və tam səmimi deyə bilərəm ki, bir qardaş kimi, bir bəy kimi, bir dostumuz kimi sənə tövsiyə edə bilərəm ki, işi halaldan başla, haramdan başlama. Başlasan, sənin gələcəyində böyük bir sıxıntılar olacaqdır. Və sən deyəcəksən, ya Rəbb, axı niyə? Mən axı neynədim? Və böyük ehtimalla yadıma mən düşəcəm ki, şahlar bunu demişdi. Ona görə tövsiyəm odur ki, onu etmə. Və sual yaranır. Okey şahlar, bunun həll yolu nədir? Bunun həll yolu sistemdir. Sistem. Bu başqalarının təklif etdiyi sistem də ola bilər. Mən onların sistemi bilmirəm. Mən şəxsən öz sistemimi bilirəm. Oyan SMM. Və bu sistem vasitəsilə yuxarıda dediklərim problemlər olmayacaq Allahın izniyle ilə. Əlbəttə ki, bunu mənimlə də görə bilərsiniz və ya başqa bir insanla görə bilərsiniz. Heç bir problem yoxdur. Tək ki, görün və faydalanın. Və Oyan SMM sistemi ilə sənin 8 həftən necə keçəcək? Birinci həftə səninlə düşüncə üzrə işləyəcək. İkinci həftə hədəf auditoriyanın kim olduğunu və onların necə satış edəcəyini izah edəcəm sənə. Üçüncü həftə artıq satış yönümlü səhifəni quracaqsan və satış gifini hazır edəcəksən. Dördüncü həftə artıq content marketingi quracaqsan. Nəyi, nə vaxt və necə paylaşdığını anlayacaqsan. Ən azı 12 paylaşma olacaq inşallah ki. 5-ci həftə isə önə çıxanların storytell formasında hazırlayacaqsan. Onu da nə işlədirik ki, insanlar bizə güvənsin. 6-cı həftə hazırladığımız önə çıxanlar, səhifə, contenti dizayn formatında gətirəcək. Yəni ki, insanlar baxanda deməsin ki, bu nə çuşkarski səhifədir. Desin ki, bu mükəmməl səhifədir. Elə də olmalıdır. 7-ci həftə mikro büdcə ilə reklam verirsən, test edirsən. 3 manatdan, 5 manatdan yavaş-yavaş bazarı araşdırırsan. Toxunuşlar edirsən insanlarla. Və 8-ci həftə artıq bu sistemi optimallaşdırırsan və davamiyyətli şəkildə insanlara satış edirsən. Və bu sistemlə sən hansı nəticələrə gələ biləcəksən? Və ya dediyim kimi, əgər sən sıfırsansa, heç də bilmirsən və amma halal şəkildə SMM üzrə pul qazanmaq istəyirsən. O zaman bu sistemlə 600-1500 manat arası pul qazana bilərsən. Əgər yox, sən artıq pul qazanırsan, sadəcə xidmət satırsansa, artıq bu sistemi tətbiq edərək sənə davamlı şəkildə, stabil şəkildə insanlara müraciət edir, stabil şəkildə insanlara satış edirsən və stabil şəkildə öz işini böyüdürsən. Əgər sən sahibkarsansa, hansı bir məhsulu satırsansa, bu sistem vasitəsilə hardasa 1,5-3x arası öz dövriyyəni qaldıra biləcəksən.
Açığı deyim, bundan daha çoxunu nəsə əldə etmək üçün gərək sistemləşdirəsən, marketingi artırasan, satışını artırasan, hər şeydən biraz artırasan. Və bunu 2 ay ərzində etmək mümkün deyil. Tam səmimi deyim. Və bu video baxdığın zaman sənin 2 yolun var. Birinci yol, əvvəlki halva qayıdırsan. Yenə YouTube-da, Udemy-də və başqa ödənişsiz üsullar axtarırsan. ChatGPT-dən soruşursan və s. Və yenidən əvvəlki kimi demək olar ki, heç nə etmirsən və həyatında heç nə dəyişmir. İkinci məsələ, bu oyan sistemini götürürsən və addım-addım dediyim kimi tətbiq edirsən. Və artıq 2 ay ərzində halal şəklində gözəl nəticələr görürsən. Əgər sən dedin ki, okey, vəsə, mən ikinci yolu seçirəm və artıq bu sistemlə gedəcəm. Amma səndə yenə 2 yol çıxır. Birinci, ya sən deyirsən ki, mən özüm edərəm və böyük ehtimalla sən aylarla və yaxud illərlə vaxt itirirsən, tam sən bilin. Bu sistemi qurmaq üçün mənə 3 il lazım idi. Yəni mən bunu 2 il etdimsə, okey, sən bunu 1 il edəcəksən deyək. Ya bu qədər vaxtın gedəcək, ya da ki deyirsən ki, tamam, mən uşaqlara güvənib və bu sistem ilə ondan öyrənmək istəyirəm. İkinci addım isə sən oyan SMM sisteminə kursuna qatılırsan və bu yolu mənimlə gedirsən. Mən sənə addım-addım özün bunu necə tətbiq edə bilərsən onu izah edirəm. Və ondan sonra nə mənə, nə başqa insana ehtiyacın qalmır. Sadəcə bir dəfə 2 ay vaxt ayıraraq bu sistemi öz səhifəyə, öz biznesinə tətbiq edirsən. Amma bir şeyi xəbərdarlıq etmək istəyirəm. Mən tələbkar biriyəm. Əgər sən zəif bir insansan, ay yox bunu etmək istəmirəm, ay yox bunu etmək istəmirəm, ay yox mən alınmaram, güvənmərəm və s. və sənin belə deyək, özgüvənin zəifdirsə, bu ehtimalla bizdə alınmayacaq. Çünki mən sənə tapşırıqlar verəcəm və onun mənə təhvil verməsini istəyəcəm. Və insanlarda heç bir bəhanə olmasın deyə mən bu sistemə 100% zəmanət verirəm. Biz səninlə başlayırıq işə, tətbiq edirik. Hamısını tətbiq etdikdən sonra nəticə almırsansa, mən sənin ödənişini qəpiyinə kimi geri qaytarıram. İndi sözün açığı belə bir şeylər olmayıbdır ki, insan mənim işləsin, mən dediyimi etsin və nəticə almasın. Elə bir şey olmayıbdır. Amma elə bir şey olub ki, insan qatılıb, tətbiq etməyib, mən ona nə qədər bildirmişəm, nə qədər demişəmsə bunu et. Amma heç birini etməyib və yaxud 10% edib və əlbəttə ki, nəticəsi almayıbdır. O da artıq mənlik bir şey deyil. Mən əlimdən gələni sənin üçün edirəm. İndi isə videonun altında bir Google form var. O Google formu doldurursan və mən sənin haqqında analiz edirəm. Və baxıram, mən sənə nəticə verə biləcəm, yoxsa yox. Əgər görsəm ki, mən sənə nəticə verə biləcəmsə və sənin işin mənə uyğundursa, mən səninlə MIT üzərində zəngləşirəm. Və belə otururuq, onlayn şəkildə mən sənə soru-sual verirəm və sənin hansı nəticə gəldiyini izah edirəm. Sən bunu bəyənirsənsə, artıq kursa qatılırsan və biz birlikdə bu işi artırırıq inşallah ki. Və onu deyim ki, yerlər məhduddur. Halısa maksimum 10-15 nəfəri götürə bilərəm. Mənə 100 nəfər, milyon nəfər lazım deyil. Həm də ki, çoxları bu dərslərə, bu kurslara qoşula bilməyəcək. Çünki halallıq, harama, ədalətli olmasına, insanlığın disiplin olmasına və digər faktorlara diqqət yetirirəm. O baxımdan da böyük ehtimal sən qoşula bilməyəcəksən. Amma həqiqətən niyyətində çalışqanlıq varsa və bunu istəyirsənsə, aşağıda link görəcəksən. O linki doldur. Sadəcə 2 dəqiqə vaxtım alacaq. O linki doldur və inşallah ki, mən və yaxud menecer sənə WhatsApp üzərində yazacaq inşallah ki. Görüşərik.